Alemlerin Rabbi olan Allah Azza ve Celle'ye həmdu sənalar olsun. Onun Resulü ki, Cahan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Bu güzel cümə gününün rəhməti, bərəkəti, mağfirəti cümləmizin ve bütün ümmeti Muhammedin üzerine olsun. Əziz değerli kardeşlerim, bugünkü cümə mövzumuz, cümə vəzimizin mövzusunun adı herkesin yani bildiği ama her zaman da karşılaşacağımız ve özellikle de şeytanın insanın üzerinde en çok işleyeceği hileler ve bunu çok böyle mövzu olarak adlarını çok koymaq olar, ama çünkü şeytanın hileleri çoktur. Bugünkü işleyeceğimiz esas 7 aldadıcı söz üzerinden işlemeye çalışacağız inşallah. Rabbim inşallah güzel bir şekilde dinleyip əməlimizdə tətbiq eləməyi nəsib eyləsin. Əziz değerli kardeşler, az çox hamımız birinci şeytanın insana en çok rahatladacağı, yani en çok vəsvəsə vereceği sözlerden biri "Mənim qəlbim təmizdir." Ve bunu tabii ki bunu herkes bilir, bu cümleni. Hamımız aşağı yukarı karşılaşmışıq. Yani namaz kılmayan insanlardan en çok bunu eşidirik. Ama bu elbette ki bu şeytanın en büyük hilelerinden biridir ki bu herkese məxsusdur. Çünkü namaz kılmayan insan özünü savunmaq üçün, özünü təmizə çıxartmaq üçün ki ondan sıyrılıb çıxsın diye mən filan namaz kılanlar kimi, filan dindarlar kimi deyiləm, amma bütün əməllərimə diqqət edirəm. Hələ bunun mənfi tərəflərini demirik tabii ki. Yəni söhbət ondan getmir ki, adamın görməyəcəyi pislik yoxdur, hamısını eləyir, sonra deyir mənim ürəyim təmizdir. Hələ onlara demirik. Onlar məlum məsələdir, hamımız bilirik bunu. Bizim əsas toxunacağımız məsələ nələrdir? Çünki bizim dərdimiz olmalıdır, əziz qardaşlar. Nə dərdimiz olmalıdır? O insanlara bir hidayətinə vəsil olmaq lazımdır. Mənim qəlbim təmizdir deyənlər tək onlar deyirlər. Bəzi insanlar var ki, toplumumuzda, yəni ətrafımızda, cəmiyyətdə adamın hər bir əməlləri gözəldir. Yəni bir namazı yoxdur adamın. Və biz ona o şəkildə dəstək verəriksə, vay bizim halımıza. Bax, bunu özəlliklə bir incə məsələlər də bunlar, ona görə toxunmaq istəyirəm. Yəni, baxırsan ki, adam zinası yox, içkisi yox, adam çox cömərtdir, çox gözəl qonşudur, amma namazı yox. Hə, sən onun namazı yoxdur deyib və yaxud da onun gözəl əməlləri var deyib, sən onu o şəkildə tatmin mi edəcəksən yəni? Xeyr. Mütləq və mütləq ona Allahın əmir buyurduqlarını ona təlqin edəcəksən. Bugün o insanlar ətrafımızda çoxdur həqiqətən. Və bəzən də o insanlar bəzən belə bir ifadə işlədirlər. Vallahi qardaş, mən çünki bilirsiniz ki fitnə dövründə yaşayırıq. Axır zaman fitnəsindəyik. En çok da fitnə müsəlmanların başındadır. Kimler eləyir bunu? İslam düşmanları. Müsəlmanların düşmanları, İslam düşmanları gözdən salmaya çalışırlar. Yani bir dindarı, hasızca bir namaz kılan, dindar dediğimiz bir insanı cüzi bir ayağını aksadan görən kimi gözlərə soxurlar. Bu da dindar. Şimdi bu insanlar, belə bir tip insanlar var ətrafımızda ki, mən qardaş heç kimə pislik eləmirəm, kim əlimdən pis şey gəlməz mənim. Yəni mən hələ ki hazır deyiləm. Ən axırın sözü bu olur. Baxın, bizim üzərimizdə məsuliyyətlər var. Bu məsuliyyətlər imamlara bağlı deyil tək. Bu məsuliyyətlər
din xadimlərinə, ilahiyyatçılara, hocaya, şeyxə, müəllimə aid deyil tək. Sən sorulmuşsan əziz qardaşım. Sənin bir mağazin işlətsən, sənin mağazinin bölümdə işlədən adam namazında, niyazında deyil. Dərdin olmalıdır. Baxın, Allahın əmrini yerinə yetirməyən bir insan nə qədər xeyir işdirsə işləsin. Onun mükafatını Allah ədalətli olursa bu dünyada verir. Amma əbədiyyətini əlindən alar. Çünki birinci Allahın əmri gəlir. Bəzən öz qohumumuzda, öz ətrafımızda baxırsan ki, adamın bir dənə namazı çatmır. Ay qardaş, ay bacı, ay ana, niyə namaz qılmırsan? Mən bala müəyyən vaxtlar əlimə zikr edirəm, təsbih əlimdən düşmür. Zikr edirəm, zikr matikdən, nə bilim. Hara gedirəm, Allah'a zikr edirəm. Tamam da sən Allahın əmrini yerinə yetirməyəndən sonra onların heç bir dərəcəsi yoxdur. Birinci Allahın əmridir. Birinci növbədə Allahın əmridir. Onu yerinə yetirmədən elə bir ki, düşünün ki, adamın 5 vaxt namazı yoxdur, adam nafilələrlə məşğuldur. Yəni, deyək ki, lap gecə qalxır, gecə namaz qılır. Və yaxud da hansısa bir quşluq namaz qılır, inşirah namaz qılır. Ayda il dəfə, bir dəfə, nə bilim, həftədə bir dəfə və özünü tatmin edir. Bu olmaz əlbəttə ki. Yəni, bu tip insanlar var ki, yəni özünü təmizə çıxardaraq bunu edir əslində. Bunları maarifləndirmək lazımdır. Səkar cəhənnəmi nə üçündür bəs? Səkar cəhənnəmi nə üçündür? Namaz qılmayanlar üçündür. Cəzası var. Allahın vədidir bu. Quran-ı Kərimdə. Biz Qurandan danışırıq və hədisdən danışırıq. Öz nəfsimizdən danışmırıq. Səkar cəhənnəmi nə üçündür? Biz namaz qılanlardan deyildik. Heç kimi üzərindən atmasın bunu. Biz bilirsiniz ki, məscid üçün ümumi olaraq vaz veririk. Tək məscid üçün yox, burada həm namaz qılır. Ki, insan inşallah onlara mesaj geçsin yəni və canınızı qotara bilməyəcəksiniz. Ey namaz qılmayanlar! Canınızı qotara bilməyəcəksiniz. Namaz qılın. Əqimis-salə. Ona görə mən təmizəm deyənlər, təmizsən çox gözəl. Fəmən ya'məl mithqalə zərratin xayrən yərə. Kim zərrə qədər bir xeyir işlərsə Allahın mükafatını verəcək. Allah ədalətlidir. Biz ona qarışmarıq. Ona görə diqqətli olsunlar. Nəcm surəsinin 32-ci ayətində Allah Azza və Cəllə belə buyurur. Onlar kiçik günahlar istisna olmaqla böyük günahlardan və əxlaqsız işlərdən çəkinənlərdir. Şübhəsiz ki, Rəbbinin məğfirəti genişdir. Sizi torpaqdan yaradarkən də siz analarınızın bətnində ruşeyim halında ikən də o sizi yaxşı tanıyırdı. Ona görə də özünüzü təmizə çıxarmayın. Bax, Allah Azza və Cəllə ayətinə baxın ha. 1400 il bundan edən ayətə bax. Özünüzü təmizə çıxartmayın yəni. Bax, indiki insə elə bir var mı? Var elə insanlar. Allah günahlardan çəkinəni və ondan qorxanı yaxşı tanıyır. Yəni, kimi ağladırsınız? Nəcm surəsinin 32-ci ayəti. Ana bətnindən belə səni tanıyır Allah Azza və Cəllə. Sən kimi ağladırsan? Və başqa bir ayətdə Ənkəbut surəsinin 2-ci ayəti. İnsanlar imtihana çəkilmədən yalnız iman gətirdik. Allaha qurban olun. Muhammedə qurban olun. Peyğəmbərimə qurban olun. Deməkdən olmur. İman gətirdik deməklə onlardan əl çəkiləcəyini mi hesab edirlər? Sual. Ayət kərimə. Ənkəbut 2. Biz şükür Allaha imanım var mənim. Allaha iman etdim. Allaha qurban olun. Ən çox da bu söz kəlmələrdir. Amma nə deyir Allah Azza və Cəllədir? Biz onlar iman etdik deyərkən ondan sonra deyir, onlardan deyir, əl çəkiləcəyini hesab edirlər deyir. Hətta başqa bir ayətdə nə deyir? Biz deyir, onları yaradandan sonra onları deyir, başıboş bıraxacağını mı zənn edirsiniz deyir. Yəni başqa bir ayətlər də var təbii ki. Yəni Allah Azza və Cəllə bizi hər zaman izləyir və hər zaman bizim yanımızdadır.
onun görməsində məhdudiyyət yoxdur. Onun eşitməsində məhdudiyyət yoxdur. Onun bilgisində məhdudiyyət yoxdur. Məhdudiyyət ancaq quldadır. İnsan bir yerə qədər bilə bilər, bir yerə qədər gözü seçə bilər ki, orada nə yazılıbdır. Amma Allahda elə bir məhdudiyyət yoxdur. Allah hər şeyi görəndir. İnnəllâhe səmi'ül basir. İnnəllâhe səmi'ül alim. İnnəllâhe alə kulli şeyin qadir. Bu ayətlərin sonlarıdır. Niyə görə vardır? Bir onları təfəkkür etməmiz lazımdır. İkinci, aldadıcı sözdən olan ikinci. Ən çox insanları bu kəlmələr aldadır. Tək səfərdə bir şey olmaz. Şeytanın oyunlardan biri. Bir dəfə elədin də, nə olacaq ki? Bax, Allah Azze və Cəllə buyurur. Bəqərə surəsinin 81-ci ayəsində. Bəli, kim günah qazanar və qazandığı günahlar onu bürüyərsə, onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Bəzi əməllər var ki, Quran-ı Kərimdə haram diye bir şey yoxdur, hədis gəlməyibdir. Amma bəzi məsələlər bilirsiniz də, məkruh iki yerə bölünür. Məkruh iki yerə, tahrimən, tənzihən. Tahrimən məkruh haramdır, harama yaxındır yəni. Yəni, keçmir elə də haram deyil, amma misal bəzi vərdişlər deyil, adını çəkmirəm. Amma insanı hüsrana aparırsa, insanı biyolojik olaraq insanı sihətində bir əmanətinə xəyanət etdirirsə, o sonuçta böyük bir harama dönüşür. Onu kiçik görməyin. Sahabə bilirsinizmi, əziz qardaşlar, necə sahabə oldu? Sahabələr kiçik günahı böyük gördülər, ona görə sahabə oldular. Onlar heç bir savabı qaçırtmadılar, ona görə sahabə oldular. Ona görə Hasan-ı Bəsri rəhmətullah aleyh tabiinlərdən olan hər zaman bunu söyləyir. Nə deyir? Bunu xatırlatmada fayda vardır. Biz onların deyir, yaşantısını görsəydik, onlara dəli deyərdik, sahabələrə. Onlara aşıq eydilər. Peyğəmbər, Allahın kəlamını sevirlər və əməl edirlərdi. Onlar bizi görsəydilər, bunlar müsəlmandırmı deyəcəklər. Bunu tabiindən olan alim, böyük alim Hasan Basri rəhmətullah aleyh deyir. Yəni, əlbəttə ki, biz sahabənin həyatını çata bilmərik. Əlbəttə, bu bir mənalı. Amma o yolda heç olmasa bir həyəcanımız olacaqdır. Əlbəttə ki, bu zamanın ümməti olaraq da fəxr etməliyik. Bilirsiniz niyə fəxr etməliyik? Buna da söyləyək. Həm çəkindirir, həm də müjdə verək. Belə deyək. Qardaşlarımı deyir, çox özlədim deyir. Ya Resulallah, biz sənin qardaşların deyilmi? Xeyr, siz mənim əshabımsınız. Mənim qardaşlarım məni görmədən iman edənlərdir. Bizlər yəni. Bax, o müjdə bizə aiddir. Bir sünnəni yaşayan, son axır zaman fitnəsində bir sünnəni yaşayan 100 şəhidin savabını qazanır. Hədis gəlir. Əlbəttə ki, bizim savabımız çoxdur, yaşaya bilsək. Çünki fitnənin, zinanın apaçıq olan bir dövründə yaşayırıq. Ona görə heç kim hansısa bir əməlini şeytan o yöndən, o hiylə ilə aldatmasın. Bir dəfə eləmişdim daha deyir. Ağla, oturdur ağla. Hər zaman biraz qururlandın mı, kibirləndin mi, gözün qabağına gətirsən busan. Mən bu qələt eləmişdim deyəcəksən. Və Allahın üzündə dizini qoyacaqsan, ağlayacaqsan. Çünki hər kəsin burada başda mən olmaqla hamımızın bir tarixçəsi vardır. Bir bu, balaca bu günahsız. Bunun kimi balacalar çox şanslıdır. Ki gözünü asıb görür ki, ata, ana namaz qılır mübarək, yəni ən xoşbəxt qullardır. İnşallah ata-ana onu gözəl şəkildə yetişdirsin axıra kimi. Amma bizlər nələr gördük? Assaqqallarımız daha gözəl bilir. Biz nə dövrlər gördük. Ona görə bunu niyə? Başda öz nəfsimə söyləyirəm. Günahsız, qüsursuz insan yoxdur. Hər kəs bu etdiyi xatalar var deyil. Gözünün qabağından qaçırmasın ha, amandır. Silindi deysə var ha. Yəni, dayanmadan günah işləyəcəkdir. Çünki arxeyinlikdir. İnsanıq biz çünki, bəşərik. Hər zaman günahlarımızı göz önünə gətirəcəyik. Görəsən, bəlkə Allah bağışlamadı, nə olacam görəsən? Sahabələr edir, deyil bunu. Gözü yaşlı sahabələr. Ona görə heç kim arxayın olmasın. Və üçüncü,
aldadıcı üçüncü söz. Şeytanın hilelerinden. Herkes edirdi, mən də etdim. Herkes eləyirdi, mən də elədim. Və Fatir surəsinin 12-ci ayətində buyurur Allah Azze ve Celle. İstəyirəm ki, ayətlər üzərindən danışaq. Heç bir günahkar başqasının günahını daşımaz. Ayətdə. Əgər günah yükü ağır olan kəs onu daşımaq üçün başqasını çağırırsa, çağırılan kimsə onun yaxın qohumu olsa belə o yükdən heç bir şey alıb daşımaz. Yəni ayət davam edir. Bizə əsas olan yerlərini söyləyirəm. Yəni inanın ki, elə bir dövrə gəlmişik ki, hamımız aşağı-yuxarı görürük bunu sosial şəbəkələrdə. O necə ki, vaxt var idi, Allaha çox şükürlər olsun ki, burada nəsil, elə bir nəsil var ki, burada o günləri görmüş deyə söyləyirəm. Adamlar rumkanı, içkini, daraq bir-birinə vuraraq Allahın adını çəkib sağlıq deyirlərdi. Biz o dövrləri də gördük, biz. Yəni, indi nə qədər faizi azalaq deyə bilmərəm. Yəni, bunu nə demək istəyirəm? Ən qəribəsi bilsin nədir? Ən bədbaxtçılığı nədir? Çəkib paylaşırlar və fəxr edirlər. Bugünkü günümüz xoş oldu. Bu günümüz hər zaman olsun deyə bədbaxtlar. Allah onlara hidayət versin. Bunu bir, üzr istəyirəm, bir aşağılamaq kimi deyil, bir mərhəmət duyğumuzla deyirik. Ya Rəbbim, onlara hidayət ver. Biz də onların yerində ola bilərdik, cahil ola bilərdik. İnanın ki, Allah qəlbinə xof salmazsa, qorxu salmazsa, heç vaxt elə bilməzsin. Allaha çox şükürlər ki, qəlbimizə Allah xof salmış. Rəbbimizdən o qorxun ki, ya Rəbbi, cəhənnəm var, ateş var. Çünki biz iman əhliyik. Bu iman işidir. Ahirətinə iman etməyən zaten olsa nə deyir? Boş şeydir hamısı. Hər şey bu dünyada deyir. Ona görə hər kəs edir deyə edənlərin vay halına ki, yəni sənin günahın nə ona yüklənməyəcəkdir ayət kərməyin ifadəsilə, nə də onun günahı sənə yüklənməyəcəkdir. Onu bilmiş ol. Dördüncü, aldadıcı 7 sözdən biri. Çox da əslində bu, mən sadəcə olaraq 7'sini yazmışam. Ay qardaş, sən hansı dövrdə qalmışam? Dövr dəyişdi. Bax, bu söz çox rastlaşırıq. O topluma bu ayəti oxumaq istəyirəm. Hamımızın bildiyi Ənbiya surəsinin 35-ci ayəti. Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtihana çəkirik. Siz bizə mütləq qaytarılacaqsınız. Bugün ey gənc, onu deyən o gənc, imtihandasan əzizim. Yəni orada təbii ki, bir örnək verdik. Yəni başqa bir mövzu da işləyəcək inşallah. Bu geyim bir əxlaqdırmı deyə. Çünki çox mövzu olan bir məsələdir. İnşallah onu bir gün işləyəcək mövzunu. Çox əzaib bir dövrə gəlmiş yəni. Yəni artıq yavaş-yavaş insanlar etdikləri zinanı, etdikləri haramları göz ilə, nə bilim, bədən ilə, əməl ilə artıq adiləşdirməyə doğru təbliğat gedir. Xəbəriniz varsa. Bunun birbaşı bizə dəyəcək, ay qardaşlar. Birbaşı sənə nətər dəyəcək sənə? Sənin övladına dəyəcəkdir. Çünki sənin də övladın o məktəbdə oxuyur. Ona görə hər kəsin dərdi olmalıdır. Hər kəs öz övladına sahib çıxmalıdır. Gənc övladına sahib çıxmalıdır. Tərbiyəsindən məşğul olmalıdır. Əziyyət çəkməlidir. Zəhmət çək bu dünyaya vəsilə olmuşsan, gətirmirsən, onun əxlaqını verməyə də əziyyət çək. Sənin vəzifən bitmədi ki, dünyaya gəl, yedizdirdin, içizdirdin. Xeyr. Bir dənə də ev, bir dənə altına maşın. Bitdi mi vəzifən? Xeyr. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem nə deyir? Atanın övladını ən gözəl bırakacağı miras ona verilən gözəl əxlaqdır. O da İslam əxlaqıdır. Bütün gözəlliklər İslamdadır. Kim nə qədər pahalılıq edirsə eləsin. Bütün gözəlliklər İslamdadır. Nə qədər irgəndirsəniz də, nə qədər belə nifrət etdirsəniz də, anti-İslamcılar bacara bilməyəcəksiniz. Çünki bu dinin sahibi Allah Azze ve Celle'dir. Bizə düşən vəzifə nədir?
qul olaraq çalışmaqdır. Örnek olmaqdır, örnek bir şəxsiyyət olmaqdır. İstər cəmiyyət içində, istər toplum, ailə, qonşu, qohum, örnek olmaqdır. Və aldadıcı 7 söz sonra edərəm deyənlər. En büyük belalardan da biri budur. Sonra eləyərəm. Biraz da bir işimi tamamlayayım. Və yaxud da hələ hazır deyiləm mən buna. Və o hazır deyiləm deyənlər, sonra edərəm deyənlər, deyirəm ki, gedin bir qəbristanlığa başvurun. Görün orada nə qədər sonra edərəm deyənlər var idi. Orada uşağı da var, gənci de var, ağsaqqalı da var, zəngini de var, hər bir vəzifədən olanlar var. Sonra edərəm deyənlər, gedin qəbristanlığa baxın. Baxın da ibrət alın. Nəsihət istərsən ölüm yetər. Düşman istərsən nəfsin yetər. Dost istərsən Allah yetər. Bunu unutmamaq lazımdır. Və son olaraq 6-cı qaydadır ki, şeytanın hiylələrindən Allah bağışlayar. Allah günahımızdan keçsin. Ay Allah, mən bağışla. Mən bunu elədim. Və öz nəfsini tatmin eləməyə çalışır. Fatır surəsinin 5-ci ayətində Allah Azze ve Celle belə buyurur. Ey insanlar! Allah'ın vədi haqdır. Ona göre de dünya hayatı sizi aldatmasın. Aldadıcı şeytan da sizi Allah'ın merhametine arkan ederek yoldan çıkartmasın. La taknatu min rahmetillah ayeti Zümer suresinde. Yani bizi çaştırmasın. Allah'ın rahmeti qəzəbini keçmiştir. O bizi çaştırmasın. Bilirsiniz ki Kur'an-ı Kerim'de nəsuh ayetleri, müteşabih ayetler var. Və son gələn ayət əsas ağırlığı ondadır. Necə ki, bilirsiniz ki, içki 4 dəfəyə indi haram olması. Amma sonuncu ayət nə idi? Kəsinliklə, da eləmi? Ayətlərin üslubu var. Təfsir elmində keçir bu qayda. Ona görə aldanmayalım. Və son bir hədislə tamamlayalım inşallah. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem hadis-i şerifinde buyurur ki, bir gəncin, yani ölüm hanında, o sekaratul mövt halında olan gəncin yanına yaxınlaşaraq, ey gənc deyir, Allah'tan ne umursan deyir. Hemen o gənc Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, ey Allah'ın Resulü, Allah'ın rəhmətini umuram ve günahlarımdan da korkuram dedi. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem bu sözüne karşılık güzel bir söz söylüyor orada. Ne deyir? Bir kulun qəlbində bu ikisi bir araya gələrsə, Allah-u Teala o kulu umduğuna verer, qorxduğundan əmin eder. Ettiğimiz pis əməllərə görə Allah'tan qorxacağıq, Allah'tan da ümidimizi kəsməyəcəyik. Rabbim bizleri nəfsimizdən baş-başa bırakmasın. Allah bizleri bir Müslüman olarak, bir mümin olarak dostumuza, kardeşimize, kardeş dediğimiz həqiqi ailede olan, o anadan olunan kardeşten söhbət gedir. Zaten Müslüman kardeşidir. Örnek olacak ve onların hidayete vesile edecek əməllər etməyi nəsib eyləsin.